Allahındır. Allah biləndir, müdrikdir. Bu ona görədir ki, Allah mömin kişiləri və mömin qadınları içində əbədi qalacaqları, ağacları altından çaylar axan cənnət bağlarına daxil etsin və onların günahlarından keçsin. Bu, Allah yanında böyük müvəffəqiyyətdir. Həm də ona görədir ki, Allah özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın. Allahın onlara qəzəbi tutmuşdur. Allah onları lənətləmiş və onlar üçün cəhənnəm hazırlamışdır.